sizə ideal tələbə həyatını yox, daha çox reallığı göstərəcəyik. Sosial mediada göründüyü kimi deyil, reallıq biraz daha fərqlidir. Tələbə həyatına başlayarkən içimdə biraz həyəcan var idi, qorxu var idi. Gülnar Rüstəmlinin təqdimatında podkast. Gülnar xanım, ilk öncə sizə salamlayıram. Mən də sizi salamlayıram. Bugünkü mövzumuz tələbə baxışıdır. Bugün belə deyim, bu podkastımızda biz sizə ideal tələbə həyatını yox, daha çox reallığı göstərəcəyik. Çünki hər şey sosial mediada göründüyü kimi deyil, reallıq biraz daha fərqlidir. Bəli, reallıq biraz daha fərqlidir və bugünkü podkastımızın mövzusu bu olacaq. Bugün bu tələbə baxışı ilə universitet həyatını fərqli bir pəncərədən nümayiş etdirəcəyik. Mövzumuz bununla bağlıdır. O zaman mən sizə bir sual verim. Universitetə ilk gələndə gözləntiləriniz nə idi? Mən universitetə ilk gələndə, düzünü deyim, Azərbaycan Dövlət Aqrar Universitetinin bu qədər inkişaf etdiyini düşünmürdüm. Lakin bura gəldikdə isə çox gözəl qarşılandım və hal-hazırda çox yaxşı inkişaf dövründəyəm və çox xoşbəxtəm ki, bu universitetin tələbəsiyəm. Bəs siz? Çox gözəl, mən də sizinlə razıyam. Həqiqətən çox gözəl danışdınız. Təbii ki, mən də elə ilk öncə tələbə həyatına başlayarkən içimdə biraz həyəcan var idi, qorxu var idi. Necə olacaq, nə edəcəyim deyə, amma zamanla hər şey düzəldi, formalaşdı. Bəs hazırda bu gözləntiləriniz nə qədər doğrulub? Gözləntilərim, yenə bildirdiyim kimi əslində belə bu qədər düşünmürdüm, amma lakin zaman getdikcə artıq 3-cü kurs tələbəsiyəm. Hər şeyin daha gözəl olduğunu görürəm. Bir daha deyirəm ki, yaxşı ki, bu universitetin tələbəsiyəm. Nə gözəl. Bəs ən çətin və ən maraqlı tərəf hansıdır? Ən maraqlı tərəf odur ki, artıq sən tələbəsən və bir neçə il sonra artıq universiteti bitirəcəksən. Universiteti bitirdikdən sonra nə etməli olduğunu düşünməlisən. Çətin tərəf məncə budur. Çünki universiteti oxuduqca artıq sən özündə müəyyənləşdirməlisən ki, hansı ixtisasın arxasınca gedəcəksən, hansı ixtisasa yiyələnəcəksən. Yəni mənə çətin gələn qism budur. Maraqlı qism isə tələbəlik illəri deyə bilərəm. Hər kəsin dediyi kimi tələbəlik illəri çox fərqli olur, maraqlı olur və mən də buna qatılıram. Sizdə necədir vəziyyət? Fikrinizlə tamamilə razıyam. Tələbəlik həyatı həqiqətən çox coşqulu bir həyatdır. Qədrini bilməliyik, səmərəli istifadə etməliyik. Amma boş dayanmaq olmaz təbii ki də biz çalışmalıyıq. İrəli getmək üçün maksimum şəkildə addım atmalıyıq. Çox doğru belə. Bəs o zaman belə bir sual verim. Danışdıq ki, hansı ixtisasdan yiyələnəcəyik falan. Bəs o zaman sizin gələcək seçiminiz ixtisasınız üzrə nədir? Mən hal-hazırda məşqçilik ixtisası üzrə təhsil alıram. Təbii ki, ixtisasım üzrə çalışacağımı düşünürəm. Bunun üçün də bir neçə addımlar atmağa çalışıram. Hal-hazırda dərslərimlə bağlı, o cümlədən gələcəyimlə bağlı və inanıram ki, gələcəkdə Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyinə yeni töhfələr verəcəyəm. Çox gözəl. Sizə uğurlar arzu edirəm. Təşəkkür edirəm. O zaman bir digər sualımı vermək istəyirəm sizə. Tələbəlik bəs sizə nə öyrətdi? Tələbəlik mənə nə öyrətdi? Tələbəlik belə cavablandırım. Hər şeyi öncədən düşünməyi. Çünki bildiyiniz üzrə biz universiteti bitirdikdən sonra spesifik yerlər var ki, onlarda çalışa bilərik. Məsələn, mənim ixtisasım baytarlıq təbabəti, yəni baytarlıq təbabəti fakültəsində baytarlıqdır ixtisasım. Mən hal-hazırda düşünürəm ki, klinika aça bilərəm, klinikada işləyə bilərəm. Mənə təbii ki, ixtisasımdan əlavə öyrətdiyi dostluqlar da oldu. Hal-hazırda təşkilatda da olduğum üçün, yəni yaxşı ki, yenə bunu bir daha təkrarlayacağam, amma yaxşı ki, yenə bu universitetdəyəm. Hər şeyin ən yaxşısını öyrədir.